Salamünaleyküm, hər birinizi xoş gördük. Yeni bir videomuzda sizlərlə birlikdəyik. Videomuza başlamazdan öncə sizlərdən xahişim videolarımızı bəyənib paylaşmağı, öz fikirlərinizi bizlə bölüşməyi unutmayın. Hər kəsə dəstəyi üçün təşəkkür edirəm. Demək, artıq havalar tam isindir da, yəni yayın bu cırhacırı deyirlər, bu da cırcıramaların da səsi gəlir. Yayın tam cırhacırındayıq. Burada da ən əsas problem nə ortaya çıxır? Hava isindiyinə görə heyvanların həm süd miqdarı azalır, həm də südün qatılığı azalır. Bu nə deməkdir? Yəni, süddən alınan pendirin miqdarı azalır. Yəni, müqayisə üçün deyim, bundan bir ay əvvəl, may ayında, aprel ayında və iyunun əvvəllərində deyək, misal üçün, 7 litrdən, 6 litrdən 1 kilo pendir alınırdısa, artıq o rəqəm artır. Məsələn, 7-dən 1 kilo pendir alınanda artıq o qalxır 8-ə, 8,5-a. O qədər südün qatılığı azalır. Plus da südün miqdarı azalır. Yəni, heyvanların bundan bir ay əvvəlki süd miqdarından indinin arasında hardan baxsan bir 10-15% fərq var. Bunun da bir neçə səbəbləri var və bunlar nədir? Dediyim kimi, birincisi istidir. İkincisi bu gəmiricilər, istər bit-birə olsun, bunlar artır, istər milçək, çivindi, ağcaqanaddır, mığmığa da bunlar artır. Bunlar heyvana narahatçılıq verir, yəni. Heyvan özünü komfortda hiss eləmir. Bunun qarşısını almaq üçün, məsələn, keçilər artıq havalar isinəndən sonra mütəmadi imkan olduqca dərmanlanmalıdır, çimizdirilməlidir. Əgər imkan varsa, buna diqqət olmalıdır ki, bu parazitlər heyvanı ən azından daha az narahat eləsinlər. Başqa bir məsələ, süd keçilərində, ümumiyyətcə heyvanlarda bilirsiniz ki, heyvan əgər süd verirsə, bunun suya çox ehtiyacı olur. Yəni, elmi olaraq 1 litr süd üçün, keçi 1 litr südü formalaşdırmaq üçün 4 litr suya ehtiyac duyur. Bu da deməkdir ki, ortalama olaraq günə 2 litr süd verən bir heyvanın təkcə sırf o südü ortaya çıxartması üçün 8 litr suya ehtiyacı var. Yəni. Plus da bu heyvanın özünün diri bədən çəkisini nəzərə alsaq, özünün də su ehtiyacını üzərinə gələndə, yəni günə 2 litr süd verən bir heyvan gün ərzində ən azından bir 10 litr, 12 litr təmiz su ehtiyacı olur. Bu da artıq olmadıqda nə baş verir? Südün miqdarı azalır. Ona görə ən vacib məsələlərdən biri nə olmalıdır? Keçilərin qabağında gün 24 saatı keçilər təmiz suya çıxışları olmalıdır. Yəni, qabaqlarında su olmalıdır. Nə vaxt heyvanın ürəyi istədi, gedib o suyu içməlidir. Adicə biz insanıq, özümüzdən götürək. Yəni, insan biraz susuzlayanda nə iş görə bilir, nə məsələn yata bilir, nə dincələ bilir. Yəni, su ehtiyacı həqiqətən yeməkdən daha çox insanı, belə deyim də, aclıq insana o qədər çox diskomfort vermir, nəinki susuzluq. Heyvan da canlıdır, bu da eyni məsələdir. Yəni, bu heyvana suyu olmadıqda nə baş verir? Heyvan stresə girir. Stresə girən bir heyvanın immuniteti düşə bilər. İmmuniteti düşən bir heyvan hansısa bir xəstəlik baş qaldıra bilər. Xəstəlik baş qaldırdıqda heyvanın süd vermə aşağı düşəsidir. Lap deyə xəstəlik olmasa belə stres, susuzluq heyvanın süd miqdarını azaldasıdır. Ən bəsit bir hesablama ilə deyim. Deyək ki, bir təsərrüfatdır 10 dənə keçidir. Bu 10 dənə keçinin gündəlik verdiyi süd məsələn 20 litrdir deyək. Bu 20 litr süddə suya heyvan çata bilmədiyinə görə, ondan sonra hansısa bir xarici parazitlər canında olduğuna görə bit, birə, nə bilim, milçək, isti bir tərəfdən, saxlandığı yer şəraiti yaxşı olmadığına görə bu süd miqdarında 10% azalma deməkdir ki, gündə 2 litr süd azalasıdır. Aya vurduqda bu 60 litr süd eləyir. Bugün keçi südünün 1 litrinin qiyməti 2 manat 50 qəpik, 3 manat olduğunu nəzərə alsaq, hardan baxsaq 150-180 manat bir ayda zərər eləyir bu. Hələ ən belə deyim də yaxşı halda.
Bu azalma miqdarı daha çox ola bilər. 15% olar, 20% olar. Bu faiz artdıqca bayaqki hesabladığımız o rəqəmdə getdikcə artmış olasıdır. Yəni əslində bunların bizə çox bir xərci yoxdur. Məsələn, heyvanlara daimi su təmin eləmək. Bunun avtomatik sistem də var. Klapan sistemləridir. Heyvan oradan rahat-rahat suyunu içir və yaxud da ki, heyvanların qabağına böyük bir qabda su qoymaq olar. 10 dənə keçinin qabağına 20 litrlik bir dənə qabda su qoyulsa, o heyvan onu 30 litrlik bir qab olsun, gecə səhərə içər. Daimi o su onun qabağında olsa, heyvanlar onu içər və çox rahat bir şəkildə də özünü komfortda hiss eləyər. Heç bir stres olmaz və südün miqdarı da dəyişməz, azalmaz. Digər bir məsələ, heyvanda bit-birə olmasa, vaxtı-vaxtında dərmanlansa, vaxtı-vaxtında çimizdirilsə, baxımı düzgün olsa, bu heyvana nə olasıdır? Onu heç narahat eləmədiyinə görə yenə hansısa bir nə xəstəlik ortaya çıxasıdır, nə bir stres ortaya çıxasıdır və süd miqdarına yaxşı təsir eləyəsidir. Digər bir məsələ, saxlandığı yerdə temperatur yaxşı olsa, heyvanda stres yenə az olasıdır. Nəticədə bu da gəlir heyvanın süd miqdarına ciddi şəkildə təsir eləyir. Yəni, belə baxanda görürük ki, əslində bunlar çox balaca, kiçik məsələlərdir. Yəni, bizdən çox ciddi bir xərc istəməyən, bizdən çox ciddi bir investisiya istəməyən bəsit şeylərdir. Yəni, bir heyvana, nə bilim, bir dərman alıb onun belinə tökmək və yaxud da ki, bir dərman alıb onu çimizdirmək, bunun çox böyük xərci yoxdur. Yəni, 10 dənə keçini misal götürüb onun baxımını düzgün eləmək əslində çox xərc almaz. Amma bunu eləmədiyimiz zaman bizdən aldığı, bayaq dedim, ən bəsirindən bir 150 manat ayda itiririk. Yəni, biz sezonu götürsək, yaxud da ki, yay sezonunu götürsək, deyək bir yay sezonu, bir isti havalar bir 4 ay davam eləsə, 600 manat zərər deməkdir. Yəni, belə baxanda ciddi bir rəqəmdə o 600 manat bu heyvanların, məsələn, bir kilosunu 40 qəpikdən götürsək, yemin bu dəqiqə bazarda da yəni 1 ton yarım yemin puludur. 1 ton yarım yem də bu heyvanların bəlkə elə 1 illik yemə ehtiyacıdır. Yəni, onun özü belə ciddi bir rəqəmdir. Yəni, hesablayanda insan görür ki, əslində balaca görünən məsələlərdir. Yəni, çox bəsit bir şeydir. Yəni, hər sudu da heyvan indi içməsin, 1 saat sonra içsin, əslində elə deyil. Yəni, bu heyvan ürəyi istədiyi vaxtı suya çatmalıdır. Nə bilim, dərmandır, eybi yoxdur, keçidir, bit var. İndi 2 gün sonra çimizdirirlər. Xeyr, bunun canında bu varsa, o heyvanı narahat eləyir və gətirib nəyə çıxarır? Heyvanda stres. Yenə deyirəm, stres olan bir heyvanda da immunitet düşür. İmmunitet düşdüyü anda da onun canında olan hansısa bir bilinməyən bir xəstəlik, bedində zəif olan bir xəstəlik immuniteti düşən bir heyvanda daha fərqli şəkildə özünü biruzə verə bilər, daha ciddi fəsadlar ola bilər. Yəni, ümumi götürdükdə keçi təsərrüfatında həqiqətən çox diqqət istəyən, çox hələ bu dövrdə, isti dövrdə çox incə bir təsərrüfatdır. Yəni, keçi çox incə heyvandır. Yəni, bu təsərrüfata başlamaq istəyənlər, təsərrüfatı olanlar, bəlkə məndən daha təcrübəliləri var, daha çox müddətli saxlayanlar var. Onlar da öz fikirlərini bizlə bölüşsə şad olardıq, biz də nəsə öyrənmiş olardıq. Amma kimlər ki, indi yeni başlayır, insanlar həvəslənir. Məsələn, indi çoxdur da elə hər kəs görür ki, kimlərləsə keçi heyvan var, bunun pendirini satır, südünü satır. Təbii ki, insan da istəyər ki, onun da olsun, o da nə bilim, bir 500 manat əlavə gəlir olsun. Bunlar olacaq bir şeylərdir. Yəni, bu əslində pis bir şey deyil, yaxşı bir şey. Təki hər kəs, keçən videoda dedim, halal zəhmətindən, heç kimə aldatmadan, heç kimə kələk gəlmədən, dələduzluq eləmədən halal bir şəkildə pulunu qazansın. Yəni, burada pis bir şey yoxdur. Zəhmət çəksin, pulunu qazansın. Amma burada bizim diqqət eləməli olduğumuz məsələ odur ki, bəzən çox kiçik detallara fikir vermirik. Çox bəsit gəlir insana. Yəni, heyvandır deyib keçilir.
Yəni heç bir şey olmaz deyib keçirir, amma bu heyvanın da o məhsuldarlığı, südü, verəcəyi südün miqdarı, onun verimliliyi nədən asılıdır? Onun bütün bu şəraitlərin tam ideal olmağından asılıdır. Yəni, məsələn, deyirlər ki, Saynən keçisi, misal üçün, yaxşı Saynən keçisi də, ideal, safqan, təmiz Saynən keçisi il ərzində bunun verdiyi süd miqdarı 700 litrdən 1 ton 600 litrə qədər dəyişir. Yəni, bu deməkdir ki, bir laktasiya dövründə, yəni 300 günü götürsək laktasiya dövrü, bu keçi ortalama olaraq 2 litr, 2 litr, haradasa 300 gündən götürəndə 300 qramdan ta ən yuxarısında 5 litr yarıma qədər ortalama süd verə bilir. Yəni, bu Saynən keçisinin standart nəzəri olaraq standartı budur. İndi yaxşı, bu Saynən keçisi bəzən insanlar alır bunu, aparır və keçi gedir görüşə, yox, keçi süd vermədi. Məsələn, laktasiya dövründə keçinin verdiyi süd miqdarı çox aşağıdır. Yəni, ortalama götürən bu keçi ortalama bir laktasiyada litr yarım süd verir. Bunun səbəbi nədir? Demək ki, bunun baxım şəraiti düzgün deyil. Heyvanın xəstəlik, hansısa bir problemi var, xəstəliyi var, nəsə stresi var, heyvan tam o südü verə bilmir. Yəni. İnsanlar bunu hesablayırlar ki, bir keçi alsam, iləri gündə bu qədər süd versə, bu qədər gün sağsam, bu qədər süd eləyər, bu qədərə sataram, bu qədər pendir düzəldərəm və s. və ilə axır. Amma bunun o arxa fonunda gedən prosesləri, istər bunun yediyi yem olsun, istər buna çəkilən əziyyət olsun, istər bunun baxım şəraiti olsun, bütün bu proses şeylərin hamısını ideal eləmədikdə nə baş verir? O hesaplanan, o deyir, hesablananla reallıq üst-üstə gəlməyəndə də insanlar deyir ki, bu heyvan yaxşı heyvan deyil, nə bilim, saxlanılacaq heyvan deyil, mən buradan xeyir götürə bilmədim, ancaq zərər götürdüm. Və yaxud da ki, məsələn, deyirlər ki, keçinin müştərisi yoxdur. Düzdür, qoyunla müqayisədə keçi müştərisi daha azdır. Amma əslində, məncə bazarda yetərincə müştəri var. Sadəcə olaraq bu heyvanı düzgün insanlara tanıdılmayıbdır, düzgün reklam olunmayıbdır. Bunun istər ətinin, istər südünün faydaları insanlara düzgün çatdırılmadığına görə hal-hazırda bazarda tələbat azdır. Amma bunu saxlayan insanlar daha da belə biliklərini artırsalar, daha məsələyə profesional yanaşsalar, ümid eləyirəm ki, yetərincə müştəri də olar, tələbat da olar, yəni insanlar da xeyir fayda götürə bilər. Ümumi olaraq bu qədər, yəni yenə deyirəm, mənim də bildiklərim müəyyən bir sərhəddi var, müəyyən qədərdir. İnşallah kimlərinsə əlavəsi olarsa, bizlə paylaşsalar, şad olarıq, biz də nəsə öyrənmiş olarıq, biz də nəsə əlavə bir şey öyrənərik. Bunun əlavə bir şey öyrənməyin heç kimə zərəri yoxdur, yəni. Öyrənilən bilikdən heç vaxt zərər gəlməz. Xeyir var ki, zərəri yoxdur, yəni. İnşallah növbəti videolarda görüşərik. Allah amanında, Allah hər kəsin təsərrüfatına bərəkət versin.